Selamun Aleyküm ve Rahmetullah Şeyh. Ve aleyküm selam ve rahmetullah. Peygamber sallallahu aleyhi ve sellem hadiste sahuru geciktirin, iftarı tezleştirin dedikdə neyi qəsd edirdi? Yani buradaki hikmət nedir? Elhamdülillah. Yani sahuru geciktirin, iftarı tezleştirin. O demek öyle vaxtından sonra, vaxtından qabaq açın. Yok. Yani tezleştirin, yani vaxtı girən kimi, əvvəl vaxtı və son vaxtınacan uzadın. Mənası odur. Son vaxtınacan. Yaxşı, sahurun son vaxtı nə qədər? Nə vaxtı? Azan, sübh azanı. Amma iftarın əvvəl vaxtı açandı, azan verilən kimi. Lazım deyil. Azan verilsin, qutarsın, sonra açıqla. Elə ki, eşitdin, Allahu Ekber, Allah, dərhal iftarı aç. Bir dənə su iç, xurmana məsələn. Və ya məsələn, suhurdur, suhura əlim qalıb 5 dəqiqə, götür, yavaş-yavaş su iç, ya çay iç. Elə ki, azan oldu, bitsin. Birdən əgər çay yarımçıq qalıb və ya məsələn, aslında yeməkdir, azan verildi suhurda, heç olmazsa uda bilərsən onu. Uda bilərsən və ya stəkanın yarımçıqdırsa onu iç bitir. Aydındır, və bu qədər. Şeyh, sahurun başlamaq vaxtı nə vaxtı? Sahurun başlamaq vaxtı əslində sahurun başlanğıc vaxtı yoxdur. Son vaxtı var, o da azan. Amma başlamaq nə vaxt istəyirsən? Gecə yarısı. İstəyirsən gecə yarısı ilə, istəyirsən başla. Düzdür, 3 saat yemək olmaz axı. 3 saat çay içmək. Yəni özün onu tərtibə sal, nəzarət elə. Məsələn, sahura qalmış bir yarım saat otur, çörək yüngül, ya çay iç, azan da olan kimi bitir sahuru və salam. Allah razı olsun.